Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Nekomentas xəbər verir ki, hadisə sırağa gün axşam saatlarında Köhnə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Vaz2106 markalı minik avtomobili yolu keçmək istəyən 1981-ci il təvəllüdlü İsmailov Taleh Teyyuboğlunu vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya aparılarkən yolda həyatını itirib. Qeyd edək ki, 2 uşaq atası olan İsmailov Sokarın Dalğıc və Qəza Xilasetmə İdarəsində çalışıb. O, işdən qayıdarkən Ələt-Astara avtomobil yolunda nəqliyyat vasitəsindən düşərək evinə gedən zaman qəzanın qurbanı olub. Faktla bağlı araşdırma aparılır. Salyan rayonunda yol nəqliyyat hadisəsi ölümlə nəticələnib. Nekomentas xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə avtomobil Salyan sakini 1981-ci il təvəllüdlü Taleh Teyyuboğlu İsmailov vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.